Street oynuyoruz. Oyunda biraz donmalar olabilir. Oyunun şeyle əlaqədar da özüyle əlaqədar olan bir şeydi. Biz buradaki konuma yerləşək və sürüşümüzə başlayaq. Deməli başlayaq. Bu maşınımız BMW M46'dır. Gördüğünüz kimi. Ondan başlayırıq. Qəşəng drift edirik sürməyə. Birinci skorusdan 2'ye. Buradan 3'e. Səsi qaldıraq. Başlayaq. Dağlar olur kimi sürməyə, drift etməyə. Demək var ki, onun belə şey üçün, telefon üçün, yəni olan en zor oyunlardan biridir belə deyim. Motor ağlayır əlimdən. Oyunun açıq dünyası var, qəşəng atmosferi var, canlı elə bir GTA oynuyorsunuz da demək ki. Yəni indiki dövrdə, indiki zamanda telefon mobil platforması üçün bir çox canlı yarış oyunu var. Bunlardan biri də budur. Bir də Racing Master var, istəsəz. O hal-hazırda Yaponiyada, Kitayda da sürümü, yəni açılışı. İstəsəz onun haqqında da çəkərəm. Mənim indi pokoleniyamda olan uşaqlar bunlar. Mən 90-cı ilin uşaqlarımdan. Demək olar ki, həmin vaxtlar yadlarına gəlir. İnternet kafelərdə biz GTA Vice City, GTA San Andreas oynuyorduk. Yəni belə oyunları biz heç vaxt görməmişdik, ya oynamamışdıq telefonlarda. Bu 6300, Sony Ericssonlar olardı, amma da Java oyunları. İndi mobil telefonlarda belə oyunları gördükcə adam necə demək, heyrətə gəlir. Yəni ki, mobildə belə bir oyun, belə bir oyunlar mobildə adam belə deyim də afiyet edir. Vallahi indi qabaqda bir paket var. Bu paketi biz götürəcəyik, bizə pul verir ki, biz başqa maşınları satın alaq. Mənim oyunda 3 dənə BMW var əsas. Biri budur, biri budur. Birini isə gəlin sizə göstərim. Biri isə budur. Yəni çıxış evincə dəqiqə, şans, izləyəlim da. Biri isə budur. Screenshot moduna keçək, istəyən yana. Bu da köhnə M3 BMW-lər Y30. Bəzəmişəm, almışam. Bunu 100 qızla almışam elə bir oyun valyutasında. Bu da qəşəng. Rəng istəyən. Driftə malikdir. Mən də bilən drift eləyinə gedək. Driftə əsas ikinci skorusdan sonra eləmək qəşəng olur. Çünki maşının belə deyim də atmosferi, yəni onun tork gücü çox olur deyə. Ən çox 3-də Allah gücü drift arxa axır. Ən salamat elə ikinci skorusda drift eləməkdir. Yəni baxın beləcə. Gəlin burada sizə pul qazanmanın yolunu göstərim. Burada 2 variant var. Birincidə bu iş maşını məsələn deyilən bir nöqtəyə çatdıranda bu pulu verir. Məsələn burada pul verir, bu isə qızıldır. Gəlin elə bu şey yerinə yetirək. Bir görəvi ki sizə göstərim. Burada bizə Porsche-ni deyir, aparmaq lazımdır. Bir saniyə. Bax buradadır, biz də bura gedirik.
Yenə deyim, oyun optimizasiya ilə bağlı 2 ildir oyuna düzəməli optimizasiya gətirilmir. Həm də mən görüntü özümü çəkirəm deyə biraz da o FPS-i düşürdür. Amma belə getsə gələn reisdən özümü göstərməyəcəm, ancaq səsim olacaq. Bu biraz bizə FPS qazandırır. Porsche-dir ki, Porsche-dir. İstəsiz biraz motorun səsini sizə dinlədim. Qaldırım mənim səsimi eşitdirməyəcəm. Gələn reis gərək video kameramı çəkməyim ki, onu dondurmasın. Burada bizə 2 qızılı verdi. Yenə oyunun davam gələcək dostlar. Bugünlük bu qədər. Əgər davam gəlmək istəyirsiniz, çox xahiş edirəm, like eləyin, rəy yazın, şərh. Gələn dəfə eləyə çalışacağam oyunu dondurmasınız. Üzünüzə rəy yazın.